Hər kəsə salam. Bugün sizlərlə tələbələrin qarşıladığı, lakin çox asan bir qayda izah edəcəm. Gəlin birlikdə bu 4 cümləni nəzərdən keçirək. Birincisi, I drink coffee. Sadə present simple cümləsidir və burada mən kofe içirəm deməkdir. İkinci cümlədə I drink a coffee. Bəli, məlumdur ki, coffee uncountable isimdir, yəni sayılmayan isimdir və sayılmayan isimdən biz artikl heç bir zaman istifadə etmərik. Lakin burada coffee-nin artiklı deyil, burada a cup of coffee, yəni bir fincan kofe nəzərdə tutulur. Yəni siz gedib söyləsəniz ki, I drink a cup of coffee, it means bu deməkdir ki, mən bir fincan kofe içirəm. Üçüncü cümlədə I drink 2 coffees. Bəli, öncədən dediyim kimi, coffee artiklla işlənməz, lakin burada da artıq 2 coffees olduğu üçün olacaq 2 cups of coffee. Yəni 2 fincan kofe içirəm deməkdir. Sonuncu cümlədə isə mənə bir latte verə bilərsiniz. Kafe shoplarda günlük həyatımızda istifadə etdiyimiz ən qlobal suallardan biridir. Ona görə bu sualı Could I have a latte please? Digər cümlələrə baxdığımız kimi burada da a latte əgər istifadə ediriksə, bu a cup of latte mənasına gəlir. Növbəti maraqlı və əyləncəli videolarda görüşənədək. Sağ olun.